Salam uşaqlar. Bu gün sizlərə vacib bir qeyd demək istəyirəm. Şəxs əvəzliyi ilə ismin təsirli halının oxşar cəhəti nədən ibarətdir? Bu sualı bizə anidən versələr, mən əminəm ki, çox az insan buna fikirləşmədən cavab verə bilər. Gəlin baxaq. Şəxs əvəzlikləri ilə ismin təsirli halının oxşar cəhəti hər ikisinin ismə məxsus olan qrammatik şəkilçiləri qəbul etməsidir. Gəlin getdik. Şəxs əvəzliklərimizi bilirik. Mən, sən, o, biz, siz, onlar. Cəmlənə bilirmi şəxs əvəzlikləri ismə məxsus şəkilçidə cəm? Bəli, bizlər. Hallana bilirmi? Əlbəttə. Sizin, sizdə, bizim. Xəbərli qəbul edirmi? Əlbəttə. Bizimdir, sizindir. Mənəm, sənsən. Mənsubiyyətə görürsüz bir X işarəsi çəkmişəm. Hələ ki, üçünü qəbul elədi. İsmin təsirli halı cəm qəbul edirmi? Əlbəttə, uşaqları qəbul elədi. Hal qəbul edirmi? Uşağı sev. Kimi sev? Əlbəttə. Mənsubiyyət qəbul edirmi? Tutaq ki, uşağı ağlayır. Onun uşağı ağlayır cümləsində də bəli, mənsubiyyətimiz var. Üçüncü cümlədə sadəcə olaraq uşağını qoru yazmışam. Burada həm mənsubiyyət, həm də halı qəbul edilibdir. Deməli, biz belə bir ortaq cəhət çıxarda bilərik ki, şəxs əvəzlikləri ilə ismin təsirli halı ismə məxsus qrammatik şəkilçilərdən maksimum üçünü qəbul edə bilir. Təsirli halımız bilirik ki, cümlədə qətiyyən xəbər ola bilmir. Xəbərlik, daha doğrusu xəbərli şəkilçisini qətiyyən qəbul edə bilmir. Şəxs əvəzliklərimiz isə cümlədə mənsubiyyət şəkilçisini qəbul edə bilmir. Baxın, bunu mütləq bu qaydanı diqqətlə başa düşüb əzbərləmək lazımdır. Şəxs əvəzliklərimiz ismə məxsus olan qrammatik şəkilçilərdən mənsubiyyəti qəbul edə bilmir. İsmin təsirli halı isə xəbərli şəkilçisini qəbul edə bilmir. Qalan 3 qrammatik şəkilçini hər ikisi də qəbul edə bilir.